Cəlilabad rayonunda 2026-cı ilin ilk Aqrar Biznes Festivalı keçirilib. Tədbir Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və bir sıra dövlət qurumlarının birgə təşkilatçılığı ilə baş tutub. Əsas məqsəd aqrar sahədə fəaliyyət göstərən fermerləri, sahibkarları və startapçıları bir araya gətirmək, kənd təsərrüfatında innovativ yanaşmaları təşviq etmək olub. Festival çərçivəsində müxtəlif dövlət qurumları, Respublikanın ondan artıq dövlət peşə təhsil mərkəzi və şirkətlər öz məhsul və xidmətlərini nümayiş etdiriblər. Tədbir zamanı həmçinin dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi layihəsi üzrə bootcamp iştirakçıları innovativ ideyalarını da təqdim ediblər. Startup zonasında isə gənclər öz layihələrini fermer və sahibkarlara təqdim edərək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Hal-hazırda təqdim etdiyimiz dronlar kənd təsərrüfatı sahəsində istifadə olunan və bu dəqiqə dünyada məşhur olan dronlardan biridir. Bu dron vasitəsilə 1 saat ərzində 20 hektara qədər ərazini siz dərmanlaya bilərsiniz. Dərmanlama həm maye, həm də quru üsullarla həyata keçirilə bilər. Eyni zamanda dəm səpmək də mümkündür. Festival çərçivəsində dönənləri burada dövlət dəstək mexanizmlərinin panel müzakirəsi də həyata keçirilib. Müxtəlif dövlət qurumları, maliyyə orqanları, maliyyə təşkilatlarının iştirakı ilə bir yerdə. Ümumilikdə bu kimi festivalların ana məqsədi biznesi fermerlərə yaxın eləməkdir. Fermerləri yeniliklərlə, innovasiyalarla, müxtəlif gübrə, dərman, vasitələr, alətlərlə tanış eləməkdir. Və bunu biz ölkənin bütün rayonlarında keçirməyə çalışırıq.